Deməli, burada şərt veribdir bizdə. Şərt nədir? A təpəsindən C təpəsinə getməliyik və Y təpəsindən keçməliyik ancaq. İndi baxırıq nəyə? A təpəsi burada, C təpəsi burada və biz Y-dən keçməliyik. Ona görə baxıram nəyə? A ilə B arasındakı tilin sayı nə qədərdir? 1. A ilə C arasındakı tilin sayı nə qədərdir? 1. A ilə Y arasındakı tilin sayı nə qədərdir? 1. Bura 1 oldu. İndi baxırıq nəyə? B-dən çıxan oxlara baxın. B-dən birbaşa C-yə yol var və bu Y-dən keçmir. Ona görə mən artıq buranı qaralayıram. Bura getdi. İndi B-yə bir ox daxil olursa çıxışına nə yazacağıq? 1. C nöqtəsinə baxırıq. C nöqtəsində biri buradan geldi, biri buradan. Cəmi nə qədər etdi? 2. Ona görə C-dən çıxışlara nə yazacağıq? C-dən çıxışlara 2. Amma ki, buradakı 2-ni pozuram. Niyə? Çünki A, C, D, C gedəcək. Bu Y-dən keçmir. Ona görə bu bizdə qaralanmış hesab olunacaq. İndi bura baxıram. C nöqtəsindən Y nöqtəsinə ikisi buradan daxil olub, biri buradan daxil olub. Cəmi nə qədər oldu? 3. Y-dən bütün çıxışları neçə yazırıq? 3 yazırıq. İndi baxdıq nəyə? D nöqtəsinə. D nöqtəsində 3 dənə ox buradan daxil olub, digərini saymadıq. Ona görə çıxışlarını neçə yazacağıq? Çıxışlarını 3 yazacağıq. Bura yazdıq 3. F nöqtəsinə baxıram. F nöqtəsində 3-ü buradan daxil olub, 3-ü buradan daxil olub. Cəmi nə qədər oldu? 6. Ona görə bura 6 yazmış oluram. D nöqtəsi buradan gəlibdir, F nöqtəsi buradan gəlibdir. 6 nöqtə burada, 3 nöqtə burada, 3 nöqtə burada. Cəmi nə qədər edəcək? 6 üstə gələk 3, üstə gələk 3 edəcək neçə? 12. Bəli, diqqətli olmaq lazımdır. Belə tip testlərdə keçmək şərti ilə, keçməmək şərti ilə hansı nöqtədən hansı nöqtəyə getmək lazımdır? Birbaşa keçidlər də var. Məsələn, A nöqtəsindən C nöqtəsinə neçə müxtəlif yolda getmək olar. Bu adi qayda ilə hesablanır. Bir də deyir ki, məsəl üçün, bu nöqtədən keçmək və keçməmək şərti ilə artıq bizdən soruşulan, soruşulmayan hissələri nə edirik? Qaralayıb çıxardıq.